Deməli, bugünkü dərsimiz Molla Pənah Vaqifdir. Molla Pənah Vaqifin yaradıcılığına qısa bir nəzər salıb, daha sonra iki əsərimizin üzərində işləyəcəyik. Yaradıcılıqda əsas hansı məqamlara diqqət yetiririk? Əsərləri yalnızca lirik növdə olur, vacib məqamlardan biri budur. Testlərdə salına bilər ki, Molla Pənah Vaqif epikdə yazıb, dramatikdə yazıb, bu yanlışdır. Yalnız lirikdə yazıbdır. Eyni zamanda əruz və hecadan istifadə edib. Yaradıcılığının ilk əvvəllərində hecadan, sonlara doğru isə yenə əruz vəznindən də istifadə edib. Yalnız nəzmlə yazılıb, nəsrdə heç bir əsəri yoxdur. Epik növdə yazmayıb, yenə dediyimiz kimi poema müəllifi deyil. Heca vəznində yazsa da gəraylı yazmayıb. Yəni toxunmadığı janrlar gəraylıdır. Bu janrda bir əsəri yoxdur. Müxtəlif şeir vahidlərindən bənddən və beytdən istifadə edib. Hecada yazdıqlarında bənddən istifadə edib, əruzda yazdığında isə beytdən istifadə edib. Həyatını özünüz oxuyarsınız. Əsas yaradıcılığından bəzi məqamları vurğulayın. Hansı məqamlardır onlar? Klassik üslubda yazdığı əsərlərə diqqət yetiririk. Qəzəl yazıb, müxəmməs yazıb. Xalq yaradıcılığından isə ən çox qoşmaları ilə məşhurdur. Qoşma janrından ən çox məhəbbət mövzusunda əsərlərə toxunub, yəni gözəlləmələrə, qadın gözəlliyinə üstünlük verib öz yaradıcılığında. Onu da qeyd edək ki, Vaqifin yaradıcılığı Füzuli yaradıcılığından kəskin şəkildə fərqlənir. Yəni biz Füzulidə də deyirik ki, məhəbbət mövzusundadır, amma Füzulinin məhəbbəti ilahi məhəbbətdir, sufiyanə məhəbbətdir. Tanrıya, Allaha olan məhəbbətdən söhbət gedir. Ancaq Vaqifin məhəbbətinə baxdığımız zaman Vaqif burada gerçək eşqi tərənnüm edir. Vaqifin vəsf elədiyi gözəl həqiqi, real gözəldir. Burada da eyni cümlə öz əksini tapır. Onun məhəbbət deməli obyekti gerçək insanlardır. Real gözəli deməli o vəsf eləyir. Qoşma janrında yazıb, ən çox qoşmaya müraciət edib. Belə deyək, qoşmanın loru dilində desək, atası məncə Molla Pənah Vaqif sayılır. Düzdür, Vaqifə qədər qoşma yazılıbdır. Ancaq Vaqif kimi qoşmanı yüksək həddə çatdıran, bir necə deyək, öz sənət məktəbini yaradan, qoşmanı bir sənət məktəbi kimi formalaşdıran olmamışdı. Bu məqama diqqət yetiririk. Eynilə dövrdə dediyimiz kimi sadəlik, xərqilik, nikbinlik öz əksini tapır. Sadəlik nədir? Əsər başa düşülür. Xərqilik nədir? Xalqın dilinə yaxındır. Nikbinlik nədir? Yəni biz bu əsəri, bu qoşmanı oxuduğumuz zaman bizdə xoş auralar, xoş təəssüratlar yaranır. Daha sonra nələri qeyd edə bilərik? Məsəl üçün fərqləndirilmiş cümləyə baxırıq. Burada deyir ki, şair Azərbaycan qadını geyimi, davranışı mənəvi aləmi ilə birlikdə təqdim edir. Yəni bu nə deməkdir? Vaqifin yaradıcılığındakı qadın sadəcə gözəl qadın deyil. O eyni zamanda yaratdığı qadın obrazına insani duyğularına da yer verir. Hətta belə bir cümlə var Vaqif yaradıcılığında deyir ki, məsəl üçün Vaqif sadəcə hər yetənə gözəl demir. Onun gözəl adlandıra biləcəyi insanda eyni zamanda kamillik olmalıdır. Şeirdən, qafiyədən başı çıxmalıdır. Yəni o həm də kamalda yetkinlikdən söhbət açır. Sadəcə xarici gözəllik Vaqif üçün hələ gözəl olmaq demək deyil. Bu məqama da diqqət yetiririk. Həyatının son dönəmlərində bilirik ki, Vaqif ictimai həyatda gördüyü haqsızlıqlara qarşı çox kəskin surətdə etiraz etmişdi. Onun ilk yaradıcılığı nikbinlikdir. O gənclik dönəmləri nikbindir. Ancaq ki, o yaşlılıq dönəmində ictimai siyasi problemlər, xalqın çəkdiyi əzablar, şairə qoyulmayan hörmət onu belə deyək də bir növ bədbinliyə doğru kökləmişdi. Qısa bir haşiyə keçmək istəyirəm. Vaqif ən yaxın dostu Molla Vəli Vidadi olmuşdu. Bunu ədəbiyyatla maraqlanan hamı bilir. Bu dostları bir-birindən fərqləndirən cəhət nədir? Vaqif həmişə Vidadiyə deyirdi ki, nikbin ol. Vidadi ağlar göz olmuşdu. Bütün yaradıcılığı boyunca cəmiyyətdə, ətraf mühitdə gördüyü bütün o mənfi hadisələri öz yaradıcılığında qələmə almışdı və onun üçün bütün dünya əzabdan ibarət idi, dərddən, sərdən ibarət idi. Vaqif həmişə irad bildirirdi Vidadiyə ki, sən niyə bu qədər bədbin əsərlər yazırsan, toy bayramdır bu dünyanın əzabı deyirdi. Ancaq son dönəmlərə doğru, həyatının son vaxtlarına doğru o artıq öz dostu Vidadi ilə
həmfikir olmağa başlayır və o da iki məşhur əsərində Bax və Görmədim əsərində Dostu Vidadinin düşüncələri ilə həmfikir olmuşdu. Bu əsərləri onun yaradıcılığındakı əvvəlki əsərlərdən məhz bu həmin kəskin etiraz, nifrət hissləri fərqləndirmişdi. Bax rədifli qəzəli elə Dostu Molla Vəli Vidadiyə ünvanlamışdı və bu deməli qəzəldə Qacarın timsalında zalım qəddar hökmdarları taleydən ibrət almağı səsləyir. Burada çox maraqlı hissə veribdi həmin qəzəldən. Deyir, üz çevir Ağa Məhəmməd xandan, ey kəmtər gəda, ta həyatın var ikən nə şaha, nə xunxarə bax. Bu məsəl üçün bizə bu rədifli qəzəl, bax rədifli qəzəli xüsusi olaraq imtahana düşmür. Amma yaradıcılıqda verdiyinə görə biz bunu yadda saxlamalıyıq ki, bu hansı müəllifin qələmindəndir və hansı əsərdəndir, yenə də göz yaddaşı ilə yadımızda saxlamağa çalışmalıyıq. İkinci əsərimiz, bədbin əsərimiz Görmədim müxəmməsidir. Bu da təkcə Vaqifin yaradıcılığında deyil, ümumiyyətlə ədəbiyyatda çox maraqlı bir əsərdir. Bu əsərdən də yenə ədəbiyyatla maraqlanan hər kəsin ən azı bir dəfə belə olsun eşitmiş olduğu misralardır bunlar. Burada da yenə zəmanədə mövcud olan təbəqələşməyə, insanların varlı kasıb mövqeyində dayanmağına öz etirazını bildirirdi və bu vəziyyətə də insanların bu vəziyyətə düşməyinin də səbəbini açıqlamışdı. Belə yaradıcılıqda əsas məqamlar bunlardır. Bu xüsusları diqqətdə saxlamalıyıq. Əsas olaraq digər hissələrinə də özünüz baxarsınız. İndi keçirik biz əsərlərə. Mən birinci burada izah eləmək istəyirəm. Ardıcıllığı pozaraq xaif ki yoxdur qoşmasını izah etmək istəyirəm. Deməli, baxırıq xaif ki yoxdur qoşmasına. Xaif ki yoxdur qoşma janrındadır. Bilirik ki, qoşma janrı 11 hecadan ibarətdir. Ancaq burada fərqli bir məqam var. Nədir fərqli məqam? Xaif ki yoxdur qoşmasının birinci misrasında 11 yox, 12 misra, 12 heca daha doğrusu öz əksini tapmışdı. Burada məsəl üçün fikir veririk ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənədir. İndi bu deyəcəksiniz nədən səbəb yaranıbdır? Bu müəllifin qafiyəni qurarkən, şeiri yazarkən bilirik ki, şeir yazmaq bir iş deyil də, o bir ilham gəlmə nəticəsində baş verən hadisədir. Müəllif bunu tam belə deyək, kəstirə bilməyibdi. Bu formada alınıb. Amma bu yenə də onu qoşma janrı olmaqdan çıxartmır. Yenə də o qoşma janrındadır. İndi gəlin birinci bunun məzmununu izah eləyək, daha sonra forma xüsusiyyətlərinə toxunaq. Deyir Kür qırağının Nəcəf seyrəngahı var, yaşılbaş sonası hayf ki yoxdur. Ucu tər cığalı siyah tellərin hərdəm tamaşası hayf ki yoxdur. Bu ilk hissələri başa düşürük. Burada bizim qarşımıza cığallı sözü düşür. Cığa sözü nədir? Cığa sözü başın ön tərəfinə tökülən tellərdir. Ya başın ya da üst yanına tökülən tellərdir. Yəni bu sözlərin mənasını bilək ki, daha rahat başa düşə bilək şeirimizi. Qış günü deyir qışlağı qıraqbasanın, gözüdür aranın cümlə cahanın. Belə gözəl yerin, gözəl məkanın, bir gözəl obası hayf ki yoxdur. Deyir qış günü qıraqbasanın qışlağı olur. Kür qırağından burada söhbət gedir. Qıraqbasan nədir? Qıraqbasan 18-ci əsrdə hansı ki Gəncə, Şəki, Şəmkir bu tipli əraziləri, bu xanlıqların ərazisində qalan Yevlaxdan söhbət gedir. Yəni əslində burada Yevlağı nəzərdə tutur müəllif. Sadəcə o dönəmdə Yevlax həmin bu üç xanlığın ərazisində yerləşdiyinə görə, sərhədində yerləşdiyinə görə həmin yerə Qıraqbasan deyirdilər. Yəni tarixi mənbələrdən də araşdırıb rahatlıqla tapa bilərsiniz. Deyir gözüdür aranın, aranın deyir gözüdür, hətta deyir cümlə cahanın, bütün cahanın deyir gözüdür. Ancaq deyir belə gözəl yerin, gözəl məkanın, gözəl bir obası hayf ki yoxdur. Elə gözəl var deyir bunların içində, amma deyir ələ düşmür, hərgiz Çini maçində. Çini maçın nədir? Çin və Maçindən söhbət gedir. Maçin dediyi də Mancuriyadır. Söyləgən oynağan dürüst biçimdə, bəzəyi libası hayf yoxdur. Burada deyilən o qədər gözəl qızlar yaşayır ki, nə Çində deyir, nə Mancuriyada, Macaristanda belə gözəl qızlar yoxdur. Ancaq ki, deyir, bu qızların bəzəyi libası yoxdur. Ucu əşrəfili bulud kimi saç, dal gərdəndə hər hörüyü bir qulac, kəlağayı əlvan, qəsabə qıyğac, altından cunası hayf ki yoxdur. Ucu əşrəfili, əşrəfi nə deməkdir? Əşrəfi əslində
Leksik mənasına görə qızılda deməkdir, pulda deməkdir. Amma burada müəllif bunu zinət əşyası mənasında işlədibdir. Ucu deyir, əşrəfiyli, həmin o zinət əşyası bulud kimi saç. Bulud nə mənasına gəlir şeirdə? Buludun da yenə çox mənaları var. Burdakı bulud sözü çox mənasındadır. Həqiqətən bir şeyin çoxluğu mənasındadır. Yəni qızı təsvir eləyir ki, saçı çoxdur, həddindən artıq çox, yəni uzun mənasında bildirir və ucunda da deyir, bəzəyi var. Dal gərdəndə deyir, hər hörüyü bir qulaçdır. Yəqin ki, o qızlar saçlarına nəsə taxıbdılar. Onu nəzərdə tutur. Dal gərdəndə deyir, hər hörüyü bir qulac. Qulac da bir uzunluq ölçü vahididir. Belə əllərimizi iki yana açdığımız zaman yerə paralel şəkildə barmaqlarımızın ucundan digər ucuna qədər olan məsafədir. Təxminən bu 140, 150, 160 santimetrə bərabər olur. Hörüklərin uzunluğunun nə qədər çox olduğunu bildirir. Kəlağayı deyir, əlvan qəsabə qıyğacdır, altından cunası hayf ki yoxdur. Əlvan deyir, kəlağayı bağlayıb, qəsabəsi deyir, qıyğacdır, yəni əyridir, kəpdir. Ancaq deyir, altından cunası, yəni tülü yoxdur. Cuna da tül mənasında işlənib burada. Daha sonra zər haşiyə al nimtənə üstündə, xallar üz yanında, çənə üstündə. Buxağın altında, sinə üstündə, zülfün vurulması hayf ki yoxdur. Deyir, al nimtənə. Nimtənə gödəkçə mənasındadır. Qadınlarımızın o dönəmdə üstdən geyindikləri qısa gödəkçədir. Deyir, al qırmızı deyir, al qırmızı mənasındadır. Qırmızı deyir gödəkçənin üstündə zər haşiyə var. Haşiyə də paltarın kənar parçasıdır. Xallar deyir üz yanında, çənənin üstündədir. Buxağın altında, sinənin üstündədir. Zülfün vurulması hayf ki yoxdur. Zülf isə saç mənasındadır. Zülfün deyir, yəni saçın vurulmağı hayf ki yoxdur. Ayna tutub hərdən camal görməsi, camal üz deməkdir. Zülfə zənəxdana sığal verməsi, saçına deyir, yanağına sığal verməsi. Zənəxdan bilirsinizmi nə deməkdir? Çənədə ya da ki, yanaqda olan çuxur mənasına gəlir. Bu indi türk seriallarının böyük təsiri nəticəsində qəmzə formasında bizim dilimizə inteqrasiya eləyib. Zənəxdan odur. Yanaqda və ya çənədə olan çuxuru bildirir. Səhər alagözün siyah sürməsi, əlinin hənası hayf ki yoxdur. Burada da yenə həmin qadınların, belə deyək də, vəziyyətini təsvir eləyir bizə. Yəni, ayna tutub üzlərinə baxmırlar, saçlarına, yanaqlarına, üzlərinə sığal vermirlər. Ala gözlərindən siyah sürməsi, əllərinin xınası hayf ki yoxdur deyib heyfslənir. Vaqif deyir, haqdan dilər lütfü kərəmlər, belə yerdə qalan vallah vərəmlər. Yenə yada düşdü bizim sənəmlər, getməyin binası hayf ki yoxdur. Son bənddə müəllif öz adını çəkir, özünə müraciəti yoxdur. Haqdan deyir, Allahdan deyir, mərhəmət istəyir. Belə yerdə qalan deyir, vallah vərəmləyir. Yenə deyir, bizim sənəmlər yada düşdü. Burada Qarabağa işarə edir. Yetməyin binası hayf ki yoxdur deyir və şeirini bitirir. Deməli, nəyə diqqət yetirməliyik burada? Əsərimiz lirik növdə, heca vəznində, qoşma janrında yazılıbdır. Bölgüyə baxası olsaq, əsasən 6+5 formasındadır. Şeirimizin bölgüsü. Hara getdi bu? Baxıb görürsünüz, məsəl üçün, yaşılbaş sonası, buradan qoyuram bölgünü, hayf ki yoxdur. Ucu tər cığalı, siyah tellərin, hərdən tamaşası, hayf ki yoxdur. Bu şəkildə əsasən 6+5 şəklində aparılır bölgümüz. Qoşmadır. Daha sonra baxırıq nələrə, forma xüsusiyyətlərində nələrimiz var. İlk misranı qeyd eləmişdik, 12 hecadan ibarətdir. Hayf ki yoxdur rədifimizdir və əsər rədifə görə adlandırılıb deyirsə, bəli, düz deyir, rədiflə adlandırılıb həqiqətən də. Burada başqa digər hissələrdə deyiləsi bir məqam yoxdur. Onu qeyd eləməliyik ki, bu əsər də yenə bir rəvayətlə bağlıdır. Deyilənə görə bir dəfə İbrahim Xəlil xan gəlir Kür qırağına öz ordusu ilə bərabər düşərgə salır orada və insanlardan, həmin yerli xalqdan onlara qulluq eləməklərini istəyirlər. Xalqla arası yaxşı olan Vaqif də xalqın nümayəndəsi gəlir Vaqifə yaxınlaşır və bildirir ki, sən Allah
başına dönüm, gözünə dönüm, apar bu şahı burdan. O da belə bir şeiri səsləndirir ki, artıq deyir, bax axırıncı misrada deyirik ki, belə yerdə qalan vallah vərəmlər, getməyin binası hayf yoxdur. Yəni deyir ki, aşağı dur gedək burdan. Burada qalmaq düzgün deyil. Yəni burada misal üçün sizi çaşdıracaq məqam nə ola bilər? Deyər ki, tutaq ki, bu əsər gözəlləmədir. Qoşmanın gözəlləməsidir. Çünki burada çox qadın gözəlliyindən danışılır. Ancaq diqqətdə saxlamaq lazımdır ki, bu əsər gözəlləmə deyil. Bu ictimai lirika nümunəsidir. Baxın, burada özləri qeyd ediblər. Nə təbiət lirikası deyil, nə gözəlləmə deyil. Bu ictimai lirika nümunəsidir. Həmin dönəmdə Kür qırağında yaşayan insanların vəziyyətini birbaşa bədii dillə əks elətdirir. Belə. Bu bizim Hayf yoxdur əsərimizdir. Dediyim formada diqqətlə oxusanız, rahatlıqla başa düşəcəksiniz. Dili elə də çətin deyil. Çətin olmamalıdır əslində. Çünki bu qoşma janrında yazılıb, yeni dövr əsərimizdir. Bu çətin olmamalıdır. Digər bir qoşmamız bizim pəri qoşmasıdır. Baxaq pəri qoşmasına. Yenə oxuyaq, təhlilimizi apara-apara gedək. Boynun deyir sürahidir, bədənin billur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Baxıb görürsünüz ki, bölünməsi əsasən bu da yəni 6+5 şəklində aparılır bölgüsü. Pəri sözü əsərimizdə rədifdir, həm də müraciət bildirir. Bütün bəndlərdə işlənibdir. Bax görürsünüz, bu bənddə var, bu bənddə var. Bunda var və sonda yenə işlənibdir. Aha, deyir boynun sürahidir, bədənin billur. Baba bu təşbeh nümunəsidir. Bunu tez-tez sınaqlara da salırıq. Boynun sürahidir, bədənin billur. Boynu sürahiyə, bədəni billura bənzədir. Sürahi o su saxlanılan qabdır. Billur da bildiyiniz kimi. Gərdənin deyir minadan çəkilib, billur deyir şüşədən çəkilib. Sən deyir bir sonasan. Bax bunun özü də bir təşbeh nümunəsi. Deyir sən sonasan. Sona burada gözəl mənasındadır. Cüda düşübsən. Cüda düşmək ayrı düşmək deməkdir. Bir bölük yaşılbaş sonadan pəri. İxtilatın deyir şirindir, söhbətin sözün şirindir, məzəlidir. Şəkər gülüşündən deyir canlar təzələnir. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Pərinin elə anasından da, dünyaya gələndən də gözəl olduğu bildirilir. Üz yanından tökülübdür tel nazik, sinə meydan, zülf pərşan bel nazik, ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin əlvan hənadan pəri. Qızı tərifləyir, ovçusu olmuşam sən tək maralım. Bax özünü ovçu adlandırır, pərini maral adlandırır. Çıxmaz xəyalımdan hər giz xəyalın. Ənliyi kirşan neylər camalın, sən elə gözəlsən binadan pəri. Burada bina sözü əvvəl mənasında işlənib. Günəş təki hər çıxanda səhərdən, bu səfər qızı günəşə bənzədir. Alırsan Vaqifin əqlini sərdən. Vaqifin ağlını deyir, sərbaş deməkdir, başından alırsan. Duaçınam, salma məni nəzərdən, özünü duaçı adlandırır. Əski olmayasan sənadan pəri. Son bənddə öz adını çəkir, özünə müraciət yoxdur. Bölgü adətən oxuyuruq, bax, ovçusu olmuşam. Sən tək maralı. Neçə dənə getdi? 1, 2, 3, 4, 5, 6. Deməli, nə qədərdir bu? 6 plus 5 formasında aparılır bölgümüz. Qoşma janrındadır. Burada da lüğəti verilibdir. Sözlərin mənasına mütləq şəkildə baxmaq lazımdır. Şeirin məzmunu, hardan oxuyaq bunları? Bir tərəfdədir deyəsən. Baxaq görək əsas məqamlar nədir? Burada. Məsələn, bax burada belə bir ifadə var. Bu testlərdə tez-tez bizim qarşımıza çıxır. Görək burada harda qeyd olunubdur. Aha, bu hissəyə diqqət yetirin. Bundan sizi çaşdırmaq üçün testlər salacaqlar. Bax, Vaqifin ədəbiyyatda qadına qarşı olan münasibəti. Bayaqlar dedim, o qadına sadəcə gözələ gözəl demir, həm də necə olmalıdır? Ağıllı olmalıdır, kamil olmalıdır, həqiqi gözəl odur da müəllif üçün. Bax, bu yazıbda ağıllı, ədəbli olanlar Vaqifə görə həqiqi gözəldilər. Bir məqama diqqət yetirmək lazımdır. Bu fikirlər pəri qoşmasında yoxdur. Oxuduq bayaqlar pəri qoşmasını. Sadaladıqmı belə bir fikir? Xeyr. Bu Vaqifin ümumi olaraq qadına qarşı olan münasibətidir, düşüncəsidir. Qafiyə qəzəldən həm çıxa başçı deyən şair deyir, artıq ola həm kamalı gözəli. Bunlar
Bunlar bu şeirə aid deyil, Pəri qoşmasına aid deyil. Bunlar başqa bir qoşmasına aiddir. Sadəcə Pəri qoşmasındakı münasibəti başqa bir qoşmasındakı münasibətlə izah etməyə çalışırlar. Pəri qoşmasındakı Pəri dediyi qızı isə həqiqətən real, Vaqifin də, xalqın da yaxından tanıdığı, ağıllı, gözəl bir qadındır ki, o qadını vəsf edir. Amma burada yazılan fikirlərin heç biri Pəri qoşmasına aid deyil. Əgər belə bir test düşsə qarşınıza ki, Pəri qoşmasına aid olmayan fikri götürün, bax bu fikirləri rahatlıqla götürə bilərsiniz. Çünki bu qoşmanın içində belə fikirlər, belə misralar sadalanmır. Daha sonra nələrdən danışa bilərik burada? Lirik növdədir, heca vəznə qoşma janrındadır, tərənnüm əsasında yazılıbdır. Təxəllüsünü işlədib, ancaq özünə müraciəti yoxdur. Diqqətdə saxlayırıq bu məqamları da. Burada özü də izah eləyir, bax təzədən o fikri ki, burada artıq ola həmkəmalı fikri yoxdur. Bu başqa bir qəzəldəndir. Sadəcə eyniyyət təşkil elədiyi üçün bu formada izah eləyir. Daha sonra verir burada məsələn hər yetinə gözəl demir fikri. Bunu da təkrarən vurğulayır. Yəni diqqətli olmaq lazımdır. Testlər əslində çətin testlər deyil, sadəcə diqqətlə dinləmək lazımdır. Janr baxımından dövr üçün aparıcı janrda yazılıb. Həqiqətən də elədir də. Bax belə cümlələr düşəndə bəzən çaşdırırsınız özünüzü. Çaşdırmağa ehtiyac yoxdur. Janr baxımından deyir dövr üçün aparıcı janr. Dövrün nədir sənin? Yeni dövr. Yeni dövrün aparıcı janrı nədir? Qoşmadır. Bu hansı əsəri janrda yazılıb? Qoşmada yazılıb. Özün tapırsan doğrusunu elə. Milli vəzndə yazılıb. Milli vəzn nədir? Heca vəzni. Yəni bu şəkildə rahatlıqla tapırsınız. Sadəcə söz oyunu oynayırlar. Eyni sözün başqa bir sinonimi yazırlar. Bu da sizdə şaşqınlıq yaradır, yaratmasın. Diqqətli olmaq lazımdır. Belə, bu hissələrdə yenə özünüz baxa bilərsiniz təzədəndən. Əsas məqamımız nədir? Şeiri oxuyun, içində nə gedir, hansı bənddə hansı fikir vurğulanıbdır. Vacib məqamlar, vacib məqamlar bundan ibarətdir. Bunlara diqqət yetirmək lazımdır. Bölgülərinə fikir verin. Ondan sonra rədiflə adlandırılıbdırmı və adını çəkib, müraciət eləyibmi? Bu məqamlara diqqət yetirin.